Hər kəs salam, Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bugün sizlərə birjalarda təəssüf ki, artıq sürətli şəkildə qarşılaşdığımız bir problem haqqında danışacağam. Yəni bu problem nədir? Bildiyiniz kimi bizlər bir kriptovalyuta alırıq spot üzərindən və bu təbii ki, spot üzərində delist olunur. Yəni birjalar həmən kriptovalyutanı delist edir və bir sözlə bəzən də biz itkilər buna görə yaşaya bilirik. Və bunun üçün nə etməliyik dostlarım? Əgər baxın, sizlər kripto işi ilə yəni illərlə məşğul olacaqsınızsa, qısaca özünüz üçün Ledger cüzdanları satın almağınız sizlərin daha xeyrinədir. İlk öncə bunu deyim ki, bu video qətiyyən və qətiyyən sponsorlu bir video deyil. Sadəcə olaraq buradakı Ledger cüzdanları siz yəni bu şəkildə düşünə bilərsiniz. Deyək ki, banklarda siz pulunuzu saxlayırsınız da, düzdür? Bankları birja olaraq düşünün və məsəl üçün bank əgər bağlanarsa sizin pulunuz nə olar? Həmin bankda qalar, həmin pulunuz batar. Düzdürmü? Məsəl üçün buna örnək birjalarda indiyənə kimi çox olub, amma içlərindən ən məşhuru bildiyiniz kimi FTX birjası olub. Başa düşdünüz uşaqlar? Yəni FTX birjası batanda, bağlananda hardasa 38 milyard dollar insanlar ziyan etdi həmin birjada. Yəni bu bilinən bu arada summadır. Ekstrada dostlarım, yəni aldığımız günümüzdəki valyutalar bugün delist olur birjalardan. Bu qaçınılmaz bir reallıqdır. Bu daima və daima başımıza gələ bilər. İstər Binance olsun, istər Bybit olsun və ya Gate.io birjası olsun, fərq etmir. Əgər ki bir valyutanı uzun müddətli əlinizdə saxlamaq fikriniz varsa, burada gördüyünüz kimi Ledger cüzdanları sifariş verərək bunu konkret olaraq birbaşa öz cibiniz kimi düşünün. Yəni belə deyim sizlərə, pulunuzu banklarda yox, birbaşa düşünün ki, cibinizdə saxlayırsınız və bunların 12 rəqəmli, hərfli kodları olur. İndi bu tərz təbii ki, walletlara bizdə kriptoqraf var. Azərbaycan kanalıdır. Yəni o İsmətgil bizdən bunu daha yaxşı bilir. Çünki adamın nə qədər bu tərz kaşlokları var. Düzdür, hamısının içi boş olsa da, ancaq adamın bu sahəyə daha çox da marağı. Burada amma dostlarım, məsəl üçün kaşlokların qiymətlərini görürsünüz. 59 manat, 80 manat, 80 manat və ya bunların daha bahalısı da var. Məsəl üçün, burada 100 manata da görə bilirik Ledger Nano S Plus var, Ledger Nano X var. Bu 155 manatdır. Eynən aşağıda endirim faizi olan linki də sizlər üçün qoymuşam. Həm rəylərdə qeyd etmişəm linki, həm də ki videonun açıqlama qismində var. Daxil olaraq birbaşa link vasitəsilə 10%lıq endirimdən də yararlana bilərsiniz. Yəni ki, əgər kriptoda, baxın, təkrardan deyirəm, uzun müddətli spot üzərində kriptoları alıb saxlama kimi ehtimalınız varsa, məsəl üçün, gəlin dostlarım, sizə belə deyim. XRP-dir, Ethereum-dur, Bitcoin-dir, bu tərz valyutalara yatırım edirsinizsə, Tron'dur və ya Dogecoin-dir, bu tərz cüzdanları almağınız faydasızdır. Onsuz da onu birjalarda da saxlaya bilərsiniz. Yox, əgər konkret olaraq sizlər müxtəlif yeni proyektlərin çıxarmış olduğu tokenları, coinləri satın alırsınızsa əgər, ona görə bu kaşlok sizə vacibdirmi? Əlbəttə ki, vacibdir. Yəni bunu almağınız sizlər üçün daha xeyirli olar. Həm bir də bunu deyim ki, bu tərz walletlar alanda bəzən gömrükdə sizdən bəyannamə istəyə bilərlər. Yəni bəyannamə təqdim edirsiniz, bunun üçün də proqram var, onu da inşallah ki Telegramda qeyd edərəm. Yəni bu sayədə Ledger cüzdanınız olur və Ledger cüzdanında daha güvənli şəkildə kriptolarınızı qoruyub saxlayırsınız. Başa düşdünüz? Yəni Ledger'da bu işdə ən güvənli cüzdandır və ömürlük kimi bir şeydir. Yəni ömürlükdə konkret olaraq ömürlük cüzdanlardır. Vaxtında Bitcoinlər falan, yəni insanlar alıb baxın bunu da saxlayırdı. Yəni bu soyuq kaşlok gedir. Belə dostlarım, videomuz bu qədər idi. Yəni bu videonda bizdən kanalımızda olan bir-iki dostumuz
istəmişdi. Ona görə videonu hazırladım. Videonu bəyənərək siz də Kripto Azərbaycan kanalına dəstək ola bilərsiniz. Sağ olun. Hələlik. Yeni videolarda görüşmək üzrə dostlarım.